Məişətdə gördüyün mehribançılıqla Allahın mehribançılığı fərqlidir. Heç də başına hər sığal çəkən sənə məhəbbət göstərmir. Heç də sənə hər üstüvə qışqıran sənə rəhimsizlik eləmir. Bəzən bəzi göz ağartmaqda bir mərhəmət var, bəzi nəvazişdə hiylə var. Odur ki, böyük adamlar onun əzəməti qarşısında daha çox təslim olurlar. Əzəmətinə tabe olmaqdan ləzzət alırlar ki, ilahi, sən özünü göstərməyə ki, ehtiyacın yoxdur. Niyə bu qədər deyirsən, mən güclüyəm, mən qüdrətliyəm, mən əzəmətliyəm, niyə bu qədər? O qədər ki, mənə ürəyin yanır. Bilirsən, mənim dərdimin dərmanı sənin böyüklüyün qarşısında əyilməkdir, yoxsa mən xoşbəxt ola bilməyəcəm. Bu xoşbəxtliyi təmin etmək üçün bu qədər mən deyirsən. Görün də Allah mən deməklə nə qədər fədakarlıq eləyir bəndəsi müqabilində. Çünki pis tanınır axı. Pis tanınmaq özünü xərcləməkdir. Özünü xərcləməkdir.